yaranma tarixi. 9-cu əsr. Mannanın hansı vilayətin hakimi yaratdı? Zaman. Manna haqqında ilk məlumatlar neçənci ilə aiddir? Hansı mənbədə verilir? Asur. Mannanın paytaxtı? İzirtu. Ad seçilen hökümdarı? Udaki. İzirtu və Udaki haqqında məlumatlar neçənci ilə 909 ay. Manna azdan hansı səsini yaranmışdı? Cənubda. Hansı göl öncəsini yaranmışdı? Manna ilk ən qüdrətli hökümdarı kim? Manna məsləhətçi orqan hansıydı? Mannada ictimai siyasi quruluş nə idi? İctimai quruluşlar, siyasi quruluş, monarxiya. Mannaların dini? Dini sübut edən tapıntı. Qızıl. Hardan tapılmışdı qızıldan? Mannaların bildiyi yazı növləri. Hieroglif yazının tapıldığı tapıntı hansıydı? Zirədən tapılmış, gümüş. Aydındır. İranzı hansı sürətlə müttəfiq idi? Hansı sürətlə düşman idi? İranzı nə vaxt bütün Cənubi Azərbaycanı birləşdirdi? 735-ci ildə. İranzıya qarşı üsyan nə vaxt oldu? 719. Hansı vilayətlərdə? Həmin üsyanlar kim yatırdı? İkinci Sargon. İranzının hakimiyyətini imtina eləmiş ilk vilayət hansı vilayətidir? Zikirtu vilayəti. İranzıda kim gəldi hakimiyyətə? Azər neçənci hakimiyyətdir? Atasının hansı işini davam elətdirdi? Asuriya müttəfiqliyi. Azərbaycan dövründə hansı döyüşdə öldürüldü Azər? Neçənci ildə? Kimlər tərəfindən öldürüldü? Urartu tərəfindən öldürüldü. Azərbaycandan sonra kim gəldi hakimiyyətə? Ulusun taxta kim çıxartdı? Birinci Rusiya bunun müqabilində Ulusunun 22-dən Manna qalasını verir. Ulusunun 716-cı ildə Urartu ilə müttəfiqliyini kimin hücumuna sahib? Sargonun. Sargon 716-da hücum elədi. Bu hücumun nəticəsi nə oldu? Ulusunun təzdən Asuriyanın ağalığını tanıyır. Demək, Urartu ilə Mannanın müttəfiqliyi uzun müddətdə olmayıb, qısa müddət, bir neçə ay olub. Sargon hücum edib, təzdən bunu tabi edib. Sargonun ən uğurlu yürüyüşü 714. Bu yürüyüşdə hansı saziş imzalandı? Sirdakka sazişi imzalandı. Rusundan sonra kim taxta çıxdı? Aşeri Canamanla hükümdarıdır ki, Aşeri kimlə müttəfiq idi? İşbakayla. İşbakayla hansı ata qarşı müttəfiq idi? Asuriya qarşı müttəfiq idi. Aşeri hansı Asur hükümdarı məlumu elədi? Aşeri Baba. Aşeri nəyin nəticəsi hakimiyyətdən deyə bilirdi? Aşeridən sonra kim gəldi? O atasının hansı səhvini düzəltdi? Asuriya münasibətdə bərpa etdi. Amma etdiyi səhv isə Asuriya yardım göndərməsi idi. Midiya Babilə qarşı. Elə bu da Midiyanın düşmənçiliyin qazanmasına səbəb oldu və ölkə nə vaxt etdi? Asuriya tərəfindən Midiyanın hökümdarı tərəfindən süquta uğradıldı. Aydındır? Bunu da bildik.